Yoldaşlar salam, mən Murad müəllim. Gəlin belə bir sualın izahına baxaq. Bizdən düzgün sual cümləsini istəyir. Sual cümləsini artıq demək olar ki, biz öyrənmişik digər videolardan strukturunu. İlk öncə görürük ki, sual sözü what time, what. Bu bizim sual sözümüz, yəni xüsusi sual sözü gəldi. Və bundan sonra bir köməkçi feil gəlməlidir. B variantında görürəm ki, köməkçi feil yox, birbaşa mübtəda gəlir. Onun üçün B variantını çıxıram. Köməkçi feil, sonra mübtəda, sonra əsas feil gəlməlidir. Yəni ki, burada what time, does he, what did publish. Bax görürsünüz, burada da əsas feil gəlib. Yəni köməkçi feillə əsas feil yanaşı gəlməz. Y variantında buna görə çıxıram. Burada did var, burada da publish id var. İd ilə did olmaz. Did olduğu təqdirdə burada id olmamalıdır. A variantına buna görə çıxıram. What time does he publish? Eyni səbəbdən burada does olduğuna görə burada s olmaz. Bu does varsa bu publish olmalıdır. C variantına çıxıram. D variantı mənim cavabım. Gördünüz, variantları təhlil edəndə cavab nə? Aydın şəkildə çıxır. İzlədiyiniz üçün təşəkkürlər.